أليس الله بكاف عبدا. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Dəyərli qardaşlarımız və bacılarımız, həqiqətən əzəmətli günlərin içində daha əzəmətli bir günə yaxınlaşmaqdayıq. Bu da Ərəfa günüdür. Günəş Ərəfa günündən daha əzəmətli bir günün üzərində doğmur. Günəş Qədir gecəsindən daha möhtəşəm bir gecənin üzərinə batmır. Lakin bizə imkan, fürsət tanıması baxımından bəzi fərqləri də var. Qədir gecəsinin dəqiq vaxtı naməlumdur. Lakin Ərəfa gününün dəqiq vaxtı bilinir. Həcilər yalnız bir gün Ərəfat dağında olurlar. Qədir gecəsinin ehtişamındandır ki, Qədir gecəsində Cəbrail aleyhissalam və nə çox mələk yer üzərinə nazil olur. Lakin Ərəfa günü Allahu Cəllə Cəlaluhu özü öz şəninə yaraşan bir şəkildə yer səmasına nazil olur. Ərəfa günü həm fəzilətləri ilə, həm də tarixi ilə əzəmətlidir. Rəvayət olunur ki, bir Yahudi kişi Həzrəti Ömərə radiyallahu anhuya deyir ki, sizin oxuduğunuz kitabda, Quranda elə ayə var ki, o ayə bizə nazil olsaydı biz o günü bayram eləyərdik. Və Ömər radiyallahu anh ondan soruşur ki, bu hansı ayələrdir? O da Maidə surəsində nazil olan sonuncu Quran ayəsini oxuyur. Maidə surəsindən Allah subhanahu wa ta'ala buyurur ki, "Əl-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və raditu ləkumul İslamə dinən." Bugün sizin dininizi kamil etdim, sizə olan neymətimi, yəni Quran ayələrini tamamladım və din olaraq İslamı sizin üçün seçdim, bəyəndim. Subhanallah. Həqiqətən bu ayələrin nazil olduğu gün necə böyük bayramdır. Və Həzrət Ömər radiyallahu anh həmin kişiyə deyir ki, biz o ayələrin harda və hansı günü nazil olduğunu çox gözəl bilirik. Bu ayələr Ərəfatda cümə günü nazil olub. Və həqiqətən cümə günü zaten müsəlmanlar üçün bayramdır. Ərəfa günü də ələlxüsus Ərəfat dağında olan həcilər üçün böyük bir bayramdır. Böyük alim İbn Rəcəb Əl-Həmbəli rahiməhullah yazır. Ərəfə günü cəhənnəm odundan qurtuluş günüdür. Uca Allah bu gündə həm Ərafatda dayanmış zəvvarları, həm də orada olmayanları cəhənnəm əzabından azad eləyir. Məhz buna görə də bu günün ardınca gələn gün müsəlmanların bütün diyarlarda bayramı olur, yəni Qurban bayramı. İstər həcc ziyarətində iştirak edənlər, istərsə də etməyənlər üçün. Çünki onların hamısı Ərəfa günü bağışlanma və azadlığa nail olmaqda ortaqdılar. Ardından müəllif yazır ki, Ərəfa günü tamamlandıqda və Allah mömin bəndələrini cəhənnəmdən azad etdikdə, dərhal ardınca müsəlmanların hamısı bayram sevincinə şərik olurlar, ortaq olurlar. Bu sevinci daha da dərinləşdirmək üçün isə hamıya qurban kəsmək, yəni Allah yolunda qan axıtmaqla ona yaxınlaşmaq vacib edilmişdir, buyurulmuşdur. Rəvayət olunur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Bilalı yanına çağırır, deyir ki, ey Bilal, ged Ərəfa dağındakı həcələri müjdələ. Və Bilal radiyallahu anh soruşur ki, ya Rasulallah, mən onlara nə deyim, nə ilə müjdəliyim? Və buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onlara de ki, Allahu Teala onların hamısını bağışladı. Onların hamısının bütün günahlarını bağışladı. Hətta Allah onların günahlarına zamin durdu. Və subhanallah, alimlərimiz deyirlər ki, bu qul haqlarına belə aiddir. Bu məğfirət, bu qufran. Subhanallah, Ərəfa gününün fəzilətinə və Ərəfat dağında durmağın fəzilətinə baxın, qardaşlar. Və Ayşə anamızdan rəvayət olunur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub. Bu hədis Müslimdə rəvayət olunub. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ərəfa günü Allahın cəhənnəm odundan azad etdiyi qədər çox azad etdiyi başqa bir gün yoxdur. Və hədisin ardında isə Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, həqiqətən o gün Allah yaxınlaşar, Ərəfat dağında olan həclərlə mələklər qarşısında iftixar eləyərək deyər ki, bunlar nə istəyirlər? Yəni bu boyda izdiham, bu boyda ehtişam, bu boyda şövq.
Subhanallah. Həmçinin İbn Ömərdən radiyallahu anhudan rəvayət olan hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, həqiqətən uca Allah Ərəfa axşamı Ərəfat əhli ilə mələklər qarşısında öyünərək deyər: baxın mənim qullarıma, saçları dağınıq, üstü başları toz içində mənə tərəf gəliblər. Allah subhanahu wa ta'ala bu şərəfi və bu fəziləti hamımıza nəsib eləsin. Həmçinin qeyd etmək lazımdır ki, Ərəfa gününün fəzilətləri, Ərəfa günündə olan imkanlar, bağışlanma və Allaha yaxınlaşmaq fürsəti tək Ərəfat dağına qalxan həcilərə aid edilməyib. Allah subhanahu wa ta'ala'nın geniş rəhmətindən Allahu Teala bunu Ərəfadan qeyri, yeryüzünün hər tərəfində olan müsəlmanlara da aid edibdir. Bunun ən bariz göstəricilərindən biri Ərəfa gününün orucudur. Əbu Qatadədən Müslimdə rəvayət olunan hədisdə deyilir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurdu: Ərəfa gününün orucu 2 ilin günahlarının bağışlanmağına səbəbdir. 2 ilin günahlarına kəffarədir. Bir, ötən öncəki ilin günahlarına, bir də növbəti il ərzində ediləcək günahlara Ərəfa orucu kəffarədir, yəni onların bağışlanmağına səbəbdir. Həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurubdur: Ərəfa gününün duası ən xeyirli duadır. Bu barədə inşallah ayrı danışacağıq. Lakin məqsədimiz qeyd etməkdir ki, həqiqətən Ərəfa günü istiğfar və bağışlanma günüdür. Ərəfa günü çox böyük gündür. Yaradılışdan bu yana olan günlərin sayı qədər sənin günahın olsa, həqiqətən bol sulu, çox yağan yağışın damlalarının sayı qədər sənin günahın olsa, yəqin biləsən ki, Allah subhanahu wa ta'ala bunu bağışlamağa qadirdir. Onun rəhməti bundan çox-çox daha əzəmətli, çox-çox daha genişdir. Elə bundandır ki, Rasulullah sallallahu aleyhi və səlləm xəbər verib ki, Ərəfa günü iblisin də ən həqir, ən alçalmış, ən zəlil, aşağılanmış olduğu gündür. Allah subhanahu wa ta'aladan öz qulları üzərinə çox geniş rəhmətin nazil olduğu və nə qədər çox böyük və əzəmətli günahların bağışlanmağı səbəbilə iblis həmin günü şiddətli bir qəzəb və həsrət duyur, məyus olur. Elə isə bu möminlərin izzətli olan günüdür. Xülasə bu gün çox əfzəl gündür. Bəzi alimlərin rəyinə görə ilin ən əfzəl günüdür mütləq olaraq. Nəinki Zilhiccənin 10 günün içində ilin mütləq olaraq ən əfzəl günüdür. Ona görə də əziz müsəlman bacı və qardaşlarımız, lazımdır ki, bütün ibadət qapılarını döyək. Bütün növ ibadət qapılarını döyək. Namaz, oruc, sədəqə, Qur'an tilavəti, dua, zikir, valideynlərə olan qayğı, övladlara olan qayğı və s. və ilaxır. Allahın rəhmətinin bizim üçün hansı qapının arxasında saxlandığını biz bilmirik. Ona görə bütün qapıları döyək. Bugün işlərimizi bir kənara qoyub, ibadət yolunda, Allah subhanahu wa ta'ala yaxınlaşmaq yolunda daha ciddi cəhdlə səy göstərək. Uca Allahdan bu günün fəzilətini hamımız üçün istəyirəm. Müvəffəqiyyətini və Allahın rəhmətini, məğfirətini hamımız üçün istəyirəm. Bütün qapılardan bağışlanmağa çalışaq. Müxtəlif ibadət qapılardan. Kim hansı qapıdan bacarır, bağışlansın. Allah azze və cəllə hamımıza müvəffəq eləsin. Və sallallahu və səlləmə alə nəbiyyinə Muhammed. Əleyhissallahu